Salam əziz şagirdlər. Bu gün sizinlə test topusundan bir məchulluq tənliklər və məsələlər bölməsinin Viet teoremi və onun tərsi olan teorem alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 20 nömrəli sualdır və sualda deyilir. X-in kvadratı çıxılsın 8x üzərinə gəl p bərabərdir 0 tənliyinin kökləri x1 və x2-dir. x1 bərabərdir 2 böl x2 olarsa könü tapın. Biz burada bizə verilən ikinci tənlikdə tənasüblə yazsaq, x1 vur x2 bərabərdir 2 olduğunu alarıq və bu köklərin hasilinin 2 olduğundan xəbər verir. Viet teoreminə əsasən kvadrat tənlikdə əgər çevrilmiş kvadrat tənlikdirsə, köklərin hasili sərbəst həddə bərabərdir. Bizim kvadrat tənliyimizdə elə sərbəst hədd p verilib və o da 2-yə bərabər olur. Deməli, düzgün cavabımız eləyir C variantı. Növbəti sual 39 nömrəli sualdır. Sualda deyilir. M parametrinin hansı qiymətində x kvadratı üzərinə gəl 2 m çıx 2 vurulsun x üzərinə gəl 7 m bərabərdir 0 tənliyinin köklərinin ədədi ortası 6 olar. Tənliyin köklərinin ədədi ortası 6 olması üçün gəlin bu ifadədə yenidən Viet teoremini işə salaq. Vietə əsasən köklərin cəmi əks işarə ilə bu hissəyə bərabər olmalıdır. Yəni x1 üzərinə gəl x2 bərabər olmalıdır. Mənfi 2 vurulsun m çıx 2-yə. Və bizə deyir ki, tənliyin köklərinin ədədi ortası 6 olar. Gəlin tənliyin köklərinin ədədi ortasını tapmaq üçün biz bilirik ki, onu toplayıb 2-yə bölməliyik. Bu ifadənin hər iki tərəfini 2-yə bölsək, biz köklərin ədədi ortasını tapmış oluruq və onu da bərabər eləyək 6-ya. İkinci hissədən davam edirik misalımızın həllinə. Mənfi 2-ləri ixtisar eləyək. Mənfi m üzərinə gəl 2 bərabər olur 6-ya. Mənfi m bərabərdirsə 4-ə, m isə bərabər olur mənfi 4-ə. Deməli, Viet teoreminin ilk hissəsini tətbiq etməklə biz sual düzgün cavabını tapdıq. Cavab eləyir D variantı. Növbəti sualımız 46 nömrəli sual. Deyir kökləri x kvadratı üzərinə gəl 5x çıxılsın 3 bərabərdir 0. Tənliyinin köklərinin kvadratları olan çevrilmiş kvadrat tənliyi tərtib edin. Deməli, artıq biz elə bir kvadrat tənlik tapmalıyıq ki, onun kökləri bizim bu kvadrat tənliyimizin köklərinin kvadratları olsun. Bunun üçün ilk əvvəl Viet ilə bizim verilmiş tənliyimizdə tətbiq edək. Yəni, x1 üzərinə gəl x2 bərabərdir mənfi 5-ə və x1 vurulsun x2 bərabərdir mənfi 3-ə. Bu şərtləri bilirik. Bizdə artıq yeni bir kvadrat tənlik qurmaq tələb olunur. Hansı ki, həmin kvadrat tənlikdə belə yazacağım. X kvadratı çıxılsın tənliyin köklərinin kvadratları olsun deyirsə, burada x1-in kvadratı üzərinə gəl x2-nin kvadratı vurulsun x durmalıdır. Kvadrat işarəsini daxilə yazdım. Kvadratı bu hissədə diqqətli baxsaq vurulsun x və üzərinə gəl sərbəst həddə isə x1-in kvadratı x2-nin kvadratı durmalıdır. Yəni, ümumi misala indi fikir versək, görəcəyik ki, bu kvadrat tənlikdə x1-in və x2-nin kvadratlarının cəmi, yəni köklərin cəmi hissəsində durub və köklərin hasilinin kvadratı isə köklərin hasili hissəsində durub. Bizim misalımızın şərtini bu hal tam ödəyəcək. Bunun üçün ikinci tənliyimizdə x1 vur x2 hasilinin mənfi 3 olduğunu bilərək hər iki tərəfi kvadrata yüksəltsək, x1-in kvadratı vurulsun x2-nin kvadratı bərabər olduğu 9-u alırıq. Yəni, bizdə bu hissədə 9 duracaq. O tapıldı.
İkinci hissəni də tapmaq sadədir. Necə? Biz x1'in kvadratı üzerine gel x2'nin kvadratı beraberdir. x1 üzerine gel x2'nin kvadratı çıx 2x1 x2 olduğunu muxtasar məsularla bilirik. Köməkçi muxtasar məsurudur bu. Və onu davam elətdirsək, x1'in kvadratı üzərinə gəl x2'nin kvadratı bərabər olur. x1 üzərinə gəl x2 mənfi 5'tir. Onların kvadratı 25 çıxılsın. 2 vur, onların köklərinin hasili mənfi 3'tür. Burada olur artıq müsbət 6. O isə bərabər edir 31'ə. Deməli, ikinci hissədə əmsalın 31'ə bərabər olmalı olduğunu da tapdıq. Artıq gəlib misalda yerinə yazırıq. X kvadratı çıx 31 x üzərinə gəl 9 bərabərdir 0 şəklini alır kvadrat tənliyimiz və misalımızın düzgün cavabı eləyir A variantı. Növbəti sual 57 nömrəli sual. Sualda deyilir. x1 və x2 ədədləri x kvadratı üzərinə gəl 6x üzərinə gəl p bərabərdir 0 kvadrat tənliyinin kökləridir. Və bu şərt daxilində 2 böl x1 üzərinə gəl 2 böl x2 bərabərdir 36 olarsa p-ni tapmaq tələb olunur. Burada gəlin ikinci tənliyimizdə və birinci tənliyimizdə verilən məlumatları daha sadə hala gətirək. Köklərin cəmi verilib bizdə x1 üzərinə gəl x2 bərabərdir mənfi 6 olduğunu bilirik viyyətə əsasən və x1 vur x2'nin isə p-yə bərabər olduğunu bilirik. Bizdən də p soruşulur. İkinci hissədə orta məxrəcə gətirək. x1 vur x2 orta məxrəcimizdir. Və burada x1'in məxrəci x1 olan hissə üçün x2'yə vurmuşuq. Yəni 2x2 üzərinə gəl sürətdə 2x1 alınır. Bərabərdirsə 36'ya. Sürətdə 2-ni mötərizə xaricində çıxarıram. x2 üzərinə gəl x1. Məxrəcdə x1 vur x2 yazılıb. Bərabərdir 36'ya. İndi artıq gəlin verilənləri yerinə yazaq. x1 üzərinə gəl x2 mənfi 6 idi. Yəni 2 vur mənfi 6 bölünsün p. Bizdə p yazılıb burada. P-ni bir qədər sadə yazaq. Növbəti səhifəyə keçmirik. Bərabərdir 36 olduğundan bu hissədə biz p-ni tapmağa çalışsaq p bərabər olacaq. Mənfi 12 böl 36 o isə eləyir mənfi 3'də 1. Düzgün cavab A variantı eləyir. Növbəti suala keçək. Növbəti sual 68 nömrəli sualdır. Sualda deyilir. P parametrinin hansı qiymətində 3x kvadratı çıxılsın p kvadratı bizdə verilib. P kvadratı çıx 9 vurulsun x üzərinə gəl p çıx 3 bərabərdir 0 tənliyinin kökləri 0-dan fərqli əks ədədlərdir. Gəlin tənliyin köklərinin əks ədədlər olması bizdə viyyətdə nə işə yarayır onu bilməliyik. Biz bilirik ki, əks ədədlərin cəmi 0 olmalıdır. Yəni bizdə tənliyin köklərinin cəminin olduğu hissə 0-a bərabər olmalı olur. Lakin 0-dan fərqli olması ona görə deyilib ki, bu zaman onların köklərinin hasili 0 olmamalıdır. Gəlin bu iki şərti eyni zamanda viyyətin köməyi ilə bu misalda tətbiq edək. İlk əvvəl tənliyimizin hər tərəfini 3'ə bölməliyik. Çevrilmiş olsun. 3'ə bölsək, bu zaman x kvadratı çıxılsın. Mötərizədə b kvadratı çıx 9 bölünsün 3 x üzərinə gəl b çıx 3 bölünsün 3 bərabərdir 0 halını alır. Yəni x1 üzərinə gəl x2 bərabər olur buradan. P-nin kvadratı çıx 9 bölünsün 3'ə. x1 vur x2 bərabər olur p çıx 3 bölünsün
3'ə və biz az əvvəl şərt kimi götürdük ki, əgər tənliyin kökləri sıfırdan fərqli əks ədədlərdirsə, bu zaman x1 üzərinə gəl x2 sıfır olacaq. Lakin x1 vur x2 sıfırdan fərqli qiymət almalıdır. Çünki sıfırdan fərqli olduğu şərti verilib bizə köklərin. Davam eləyək. Bu şərtimizi, az əvvəl dediyimiz şərtimizi davam elətdiririk. Yəni p-nin kvadratı çıx 9 böl 3 bərabərdirsə 0-a, p-nin kvadratı çıx 9 da 0 olmalıdır. Buradan da çıxır ki, p1 bərabərdir 3-ə, p2 bərabərdir -3-ə. Bu şərtin davamında təbii ki, biz birini götürməliyik. Köklərin hasili sıfırdan fərqli olsun demişdi. P çıx 3 böl 3 bərabər olmamalıdır sıfıra şərtinə əsasən. P də bərabər olmamalıdır 3-ə. P 3-ə bərabər olmamalıdırsa, biz bu şərti götürmürük. Götürürük P-nin -3-ə bərabər olduğu halı düzgün cavab eləyir C variantı. Növbəti sual 75 nömrəli sualdır və sualda deyilir ki, AX kvadratı çıxılsın 4x üzərinə gəl m bərabərdir 0 tənliyinin kökləri x1 bərabərdir a-ya, x2 bərabərdir m-ə. Yəni x1 bərabərdir a verilib, x2 bərabərdir m verilib və a-mız şərtdə verilib ki, 0-dan böyükdür, m-imiz isə 0-dan fərqlidirsə, m-i tapın. İlk əvvəl kvadrat tənliyimizi çevirmiş kvadrat tənliyə çevirək, hər bir həddimizi a-ya bölək və artıq tənliyimiz bu formanı alır. X-in kvadratı çıx 4 böl a x üzərinə gəl m böl a bərabərdir 0. Burada vieti tətbiq eləsək, təbii ki, köklərimizin birinin a, digərinin isə m olduğunu bilirik. A üzərinə gəl m bərabərdir. Əks işarə ilə, yəni 4 böl a-ya, bu birinci hissə. İkincisi isə köklərin hasili haqqındaydı. Yəni a vurulsun m bərabərdir m böl a-ya. Burada tənliklər sistemi kimi 2 tənlik aldıq. Lakin elə ikinci tənlikdə hər tərəfi m-ə bölsək, biz burada alırıq ki, a-nın kvadratı bərabər olur 1-ə və nəticədə a bir dəfə -1-ə, bir dəfə isə müsbət 1-ə bərabər olmalı idi. Şərtdə isə a-nın 0-dan böyük olduğu verilmişdi bizə. Bu zaman biz bu kökü götürmürük. Yəni a-mız bərabər olur 1-ə. A 1-dirsə, gəlin m-i tapaq. Üstənliyimizdə a-nın yerinə burada 1 yazacağıq. 1 üzərinə gəl m bərabərdir 4 bölünsün 1-ə və m də bərabər olur buradan 3-ə. Və 75 nömrəli sualda bizdən m-in qiyməti soruşulurdu. O isə eləyir 3. Keçirik növbəti suala. Növbəti sual 81 nömrəli sualdır. Və sualın şərtində deyilir ki, x-in kvadratı çıxılsın 8x üzərinə gəl 4 bərabərdir 0 tənliyinin kökləri m və n olarsa, bizdən 40m bölünsün m kvadratı üzərinə gəl 4 çıxılsın 24 bölünsün n kvadratı çıx 8n ifadəsinin qiyməti soruşulur. Gəlin tənliyimiz üçün ilk əvvəl Viet teoremini yazaq. Köklərin m və n olduğunu unutmayaq. Köklərin cəmi m üzərinə gəl n əks işarə ilə -8-ə bərabərdir. Yəni cavab m üzərinə gəl n 8 eləməlidir. M vur n isə elə sərbəst həddin özünə bərabər olmalıdır. Yəni m vur n bərabərdir 4. Biz bu iki şərti bilirik. Bu iki şərti bildikdən sonra gəlirik bizdən soruşulan hissəyə. Soruşulan hissəyi də daha sadə yazmaq üçün 40m bölünsün m kvadratı üzərinə gəl 4-dür. Biz 4-ün yerinə m vur n yaza bilərik. Yəni m vur n 4-ə bərabər olduğunu almışdıq viet əsasən. Olur m kvadratı üzərinə gəl m vur n. Daha sonra çıxılsın
24 bölünsün. Burada eni mötərizə xaricinə çıxarsaq, olacaq n çıx 8 bərabərdir. İndi diqqətli olaq. Misalımıza ayırım. Bir qədər səliqəli. Və görürük ki, misalımıza fikir versək, görəcəyik ki, burada n çıx 8 ifadəsi var. Və m-i tapsaq, bax bu hissədən, m bərabər olur 8 çıx m-ə. Eynən. M-imiz 8 çıx n-ə bərabərdir. Və bu məlumatı n çıx 8-dən yerinə yazmalı olacağıq. Yəni necə? 40 m bölünsün. M-i mötərizə xaricinə çıxarıram məxrəcdə. Olur m üzərinə gəl n. Çıxılsın. 24 bölünsün. N vurulsun. N çıx 8 var burada. Bizdə isə 8 çıx n m-ə bərabərdir. Yəni olur mənfi m-ə. Bərabərdir. M-lər islah gedir. M üzərinə gəl n-in qiymətinin 8 olduğunu bilirəm. Yerinə yazacağım. Olacaq 40 bölünsün 8. Üzərinə gəlinsin. Niyə müsbət yazdım? Çünki burada mənfi var. Məxrəcdə də bir mənfi var. Onu çıxaracağım. Yuxarı məxrəcdə olacaq n vur n. O isə 4-ə bərabərdir. Yəni 24 bölünsün 4. Deməli, sualımızın cavabı eləyir 5 üzərinə gəl 6. O isə bərabərdir 11. Düzgün cavab eləyir 11. Növbəti sualımız 89 nömrəli sualdır və sualda deyilir. M parametrinin hansı qiymətində x kvadratı çıxılsın m üzərinə gəl 3, x üzərinə gəl 5, m bərabərdir 0 tənliyinin köklərinin kvadratları cəmi ən kiçik qiyməti alır. Tənliyin köklərinin kvadratları cəmini təyin etmək üçün V7-də əsasən tənliyin köklərin cəmini tapaq. X1 üzərinə gəl x2 bərabər olmalıdır. Əks çaylı ilə, yəni mənfi onsuz burada var. M üzərinə gəl 3-ə bərabər olur elə. x1 vurulsun x2 isə sərbəst həddə, yəni 5m-ə bərabər olur. Bu iki məlumatı bildik. Onun kvadratları cəmindən söhbət gedirsə, x1-in kvadratı üzərinə gəl x2-nin kvadratından gedir söhbət. Bunu müxtəsər olma düsturundan köməkçi düsturu tətbiq eləməklə ala bilərik. x1 üzərinə gəl x2-nin kvadratı çıxılsın 2x1 x2-dir. Həmin sorulan ifadə. Yerinə yazsaq, olacaq m üzərinə gəl 3-ün kvadratı çıxılsın 2 vur 5m. Bu ifadəni bir qədər sadə yazacağım. Müxtəsər olma düsturundan mötərizəni açaq. M kvadratı üzərinə gəl 6m üzərinə gəl 9 və çıxılsın 10m. Halını alır misalımız. Bərabərdir. Davam edirik. M-in kvadratı çıxılsın 4m üzərinə gəl 9. Bizdə m parametrinin hansı qiymətində ən kiçik qiymət alır soruşulur. Burada biz birbaşa ilə m-in düsturundan istifadə edə bilərik kvadrat tənlikdə ən kiçik qiymətə görə. Lakin gəlin elə kvadrat ifadə ayırmaqla ənənəvi qaydadan istifadə edək. Yəni bu ifadəni m çıx 2-nin kvadratı üzərinə gəl 5 kimi yaza bilərik. Açılışda n ifadəni alırıq və nəticədə bizdə m-in hansı qiymətindən ən kiçik qiyməti alır soruşduğuna görə bilirik ki, kvadrat ifadənin ən kiçik qiymətli olması üçün daxil 0-a bərabər olmalıdır. Yəni m çıx 2 bərabər olmalıdır 0-a. Və buradan da alırıq ki, m-in 2 qiymətində ifadəmiz ən kiçik qiymətini alacaq. Növbəti sualımız 93 nömrəli sualdır. Və sualda deyilir. M və n ədədləri x kvadratı çıx 7x üzərinə gəl m kvadratı üzərinə gəl n kvadratı çıx 4m n bərabərdir 0 tənliyinin kökləridir. Tənliyin köklərinin kvadratları cəmini tapın. Gəlin belə bir sadələşdirmə eləyək. Tənliyin kökləri m və n-dirsə, V əsasən m üzərinə gəl n bərabər olmalıdır 7-yə və m vur n isə bərabər olmalıdır
Sərbəst hədimizə, yəni m kvadratı üzərinə gəl n kvadratı çıxılsın 5m n-ə. Bu bərabərlik ödəməlidir. Deyir, tənliyinin köklərinin kvadratları cəmini tapın. Gəlin bu ifadələrin sonuncusundan m kvadrat üzəri n kvadratı təyin eləyək. Burada m kvadrat üzərinə gəl n kvadrat bərabər olur mənfi 5m n. Sol tərəfə keçərsə, üzrlü sayım burada mənfi 4m n olmalıdır. Səhv gedib, diqqətdən yayınıb. Mənfi 4m n sol tərəfə keçərsə olur 5m n, yəni m kvadrat üzəri n kvadrat 5m n-ə bərabərdir. Daha sonra bizdə m üzərinə gəl n bərabərdir 7 ifadəsinin hər iki tərəfini kvadrata yüksəldə bilərik. Yəni ifadəni yazaq, elə m üzərinə gəl n bərabərdirsə 7-yə hər iki tərəfi kvadrata yüksəldək. M-nin qiymətini tapmaq daha sadə olsun. Burada alınır m kvadrat üzərinə gəl n kvadrat üzərinə gəl 2m n bərabərdir 49-a. Bu ifadənin yerinə 5m n yazsaq, 5m n üzərinə gəl 2m n bərabər olur 49-a. Buradan 7m n bərabərdirsə 49, m n hasili olur bizim üçün 7-yə bərabər olur. Və bizdən də 5m n soruşulur. Yəni tənliyin köklərinin kvadratları cəmi soruşulur. O isə 5 vur 7 bərabər eləyir 35-ə. Deməli, düzgün cavabımız eləyir 35. Bununla da bu mövzuya aid olan suallarımızın izahı sona çatdı. Növbəti videoda görüşənədək.